Azərbaycanla Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair birgə bəyannamənin imzalanması münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Bəyannamə Bakı-Berlin əlaqələrinin klassik əməkdaşlıq formatından çıxaraq uzunmüddətli strateji tərəfdaşlıq modelinə çevrilməsində əvəzsiz rol oynayacaq. Əminəm ki, bugün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji diyaloqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsi üçün bugün imzalanmış birgə İqtisadi Şura əminəm ki, çox fəal işləyib, yaxşı nəticələr hasil edəcəkdir. İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Almaniya Avropa İttifaqının aparıcı iqtisadi və siyasi gücü olmaqla yanaşı, birliyin qərar vermə mexanizmlərində ən təsirli aktorlardan biridir. Məhz buna görə də Berlinlə strateji gündəliyin formalaşdırılması Azərbaycan üçün Avropada mövqelərin güclənməsi deməkdir. Ölkələr arasında imzalanan birgə bəyannamə də Avropa İttifaqı daxilində Azərbaycana münasibətdə daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşmanın möhkəmlənməsinə xidmət edir. Son illərdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb. Xüsusilə qlobal geosiyasi böhranlar fonunda Avropa alternativ və etibarlı enerji mənbələrinə ehtiyac duyduğu bir dövrdə Bakı sabit və öhdəliklərinə sadiq tərəfdaş kimi özünü təsdiqləyir. Bu baxımdan Almaniyanın Azərbaycanla strateji gündəlik formalaşdırması həm də Avropa üçün enerji təhlükəsizliyinin uzunmüddətli təminatına verilən siyasi dəstəkdir. Bəyannamədə əməkdaşlığın siyasi dialoq, iqtisadiyyat, müdafiə, kibertəhlükəsizlik və digər strateji sahələri əhatə etməsi isə tərəflərin münasibətləri yalnız enerji əməkdaşlığı ilə məhdudlaşdırmaq niyyətində olmadığını göstərir. Cənubi Qafqazda Almaniya kimi dövlətlərin sayı və rolu nə qədər artarsa, region üçün də bir o qədər yeni imkanlar və perspektivlər açılacaq. Məhz buna görə də mən bu səfəri təkcə Azərbaycan-Almaniya münasibətləri üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün də son dərəcə mühüm hadisə hesab edirəm. Bu həm də ona görə vacibdir ki, Cənubi Qafqaz Avropa bazarlarına, o cümlədən Almaniyanı Mərkəzi Asiya və Uzaq Şərqin getdikcə daha perspektivli bazarları ilə birləşdirən əsas nəqliyyat kommunikasiya dəhlizidir. Son illərdə bəzi Avropa institutlarında Azərbaycana qarşı müşahidə olunan qərəzli mövqelərə baxmayaraq, Almaniya ölkəmizlə strateji əməkdaşlığı genişləndirməsində maraqlıdır. Berlinlə qurulan yüksək səviyyəli münasibətlər Azərbaycanın balanslı xarici siyasət kursunun uğurlu nəticələrindən biri kimi qiymətləndirilə bilər. Almaniya bəlli olduğu kimi dünyanın üçüncü ən böyük iqtisadiyyatı, Avropanın birinci iqtisadiyyatı sayılır və təbii ki, belə bir ölkə ilə, xüsusilə qeyri-enerji sektorunda öz iqtisadiyyatını qurmuş bir ölkə ilə Azərbaycanın əməkdaşlığı ölkənin qeyri-neft sektoruna, qeyri-enerji sektoruna deməli investisiyaların yatırılması, müasir texnologiyaların cəlb edilməsi baxımından da kifayət qədər böyük əhəmiyyətə malik olan bir faktordur. Bir sözlə, Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlar 44 günlük vətən müharibəsindən sonra regionda formalaşdırdığı yeni geosiyasi reallıq, enerji və nəqliyyat layihələrinin yaratdığı strateji üstünlüklər ölkəmizin beynəlxalq auditoriyada çəkisini əhəmiyyətli dərəcədə artırır. Almaniya ilə imzalanan birgə bəyannamə də artan nüfuzun və etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir. Kazım Kazımov, Pərviz Mustafayev, AzTV Xəbər.